Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Araz News radyosunun değerli dinleyicileri, selamlar. Bura panorama programıdır. İran'ın siyasi atmosferinin ve eləcə de xaricdeki opozisyon hareketlerinin yeni bir mərhələyə addım attığı bu günlerde 14 fevriye tarihi üçün Brüksel'de planlaştırılan etiraz mitingi bir çox demokratik milli gruplar ve cumhuriyetçi cəryanların diqqətini cəlb etmiştir. Yaşam, azadlıq və insan kəramətini müdafiə etmək, siyasi məhbuslara qeydsiz şərtsiz azadlıq tələb etmək və Cumhuriyet İslaminin siyasi diplomatik boykot edilməsini tələb etmək amacıyla geçiriləcək bu miting bir çox İrandakı millətlərin və cumhuriyyətçilərin təşkilatları tərəfindən, ha belə İranda Millətlərin Demokratik İtilafı tərəfindən də dəstəklənməkdədir. Bu həftənin panorama proqramında bu mitingin müxtəlif açılardan amaclarını, mesajlarını və yaradacağı təsirləri araşdırmağa çalışacaq. Mövzu ilə bağlı Azərbaycan Milli Dirəniş Təşkilatının üzvü və eyni zamanda bu təşkilatın İranda Millətlərin Demokratik İtilafındakı təmsilçisi Sayın Seyid Əzizi qonağımızdır və Brüksel mitingi ilə bağlı danışacaq. Sayın Seyid Bey Əzizi, panorama programında sizi xoş gördük. Hürmetli Seyid Bey, 14 fevriye Brüksel mitinginin esas amacı nedir? Sizce bu miting daha çok Cumhuriyet İslami üzerinde uluslararası baskı yaratmak niyetiyle kurulur, yoksa opozisyon güçleri arasında bir birlik veya dayanışma yaratmak məqsədi daşıyır? Mənim fikrimcə 14 fevral Brüksel mitinginin əsas məqsədi hər iki istiqaməti əhatə edir. Bir tərəfdən bu aksiyanın hədəfi İran İslam Respublikasının həyata keçirdiyi repressiyaları, xüsusilə son günlərdə və son həftələrdə siyasi məhbuslara, etirazçılara və onların ailələrinə qarşı törədilən zorakılıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bu aksiya necə ki bilirsiniz, Brükseldə Avropa Birliyinin qurumlarının qarşısında keçirilir və məqsəd açıq şəkildə beynəlxalq təzyiq mexanizmlərini gücləndirməkdir. Və biz eyni halda bu rejimin illərdir davam edən insan haqlarının pozulmasının, edamlar və zoraki siyasətin dünya ictimaiyyətinin də diqqətinə çatdırmağa çalışırıq. Və başqa bir tərəfdən bu miting müxalif qüvvələrin arasında həmrəylik və birlik yaratmaq baxımından da əhəmiyyət daşıyır. Uzun illərdir ki, müxtəlif siyasi və milli qurumlar arasında parçalanma mövcuddur. Bu hər kəsə aşkardır, hamımız bunu bilirik və xaricdə keçirilən belə bir aksiyalar ortaq hədəflər ətrafında birləşmək və qarşılıqlı dialoq yaratmaq və bəhslər qurmaq bu fürsət yaradır ki, biz bir-birimizlə də eləyə bilək biraz dialoq aparaq bu məsələlər haqqında, yəni dəyişik fikirlərimizin mübahisə etmək haqqında. Eyni zamanda biz yine de bu mitingin və bu qrupların istəklərindən də biri İran səfirliklərinin, elçiliklərinin bağlanmağıdır. Niçin ki bu fəaliyyət göstərən diplomatik nümayəndəliklər, yəni İranın elçilikləri bir çox hallarda öz funksiyalarından kənara çıxaraq başqa fəaliyyətlərlə məşğuldurlar. O cümlədən terrorçuluqla, casusçuluqla filanla məşğuldurlar və bu barədə ciddi iddialar var və sübutlar da vardır. Bu da təbii ki, mühacir icmaların arasında narahatçılıq yaradır və etirazların beynəlxalq platformaya çıxartmasını daha da zəruri edir. Nəticə etibarilə bu miting həm beynəlxalq təzyiq yaratmaq, həm də müxalif qüvvələrin içində siyasi həmrəyliyi gücləndirmək məqsədini daşıyır və bu iki hədəf məncəxdə bir-birinə zidd deyirlər, əksinə bir-birini tamamlayır. Bəzi siyasi fəallar bu mitingi səltənətçi cəryanla açıq bir sərhəd, sınır çəkmək və ya meydanı ayırmaq olaraq görür. Siz bu fikri qəbul edirsinizmi? Əgər belədirsə, bu mitingi təşkil etmək istəyənlərlə səltənətçi cəryanın arasındakı ən önəmli fərq nədir? Bəzi fəallar bu mitingi siyasi sərhəddin açıq şəkildə çəkilməsi kimi qiymətləndirirlər. Məncə bunun müəyyən əsasları da var. Çünki İran İslam Cumhuriyyətində yaşayan cəmiyyətin 47 ildən çoxdur
bu rejimin altında yaşayır və xüsusilə gənc nəsil Pəhləvi dövrü barədə obyektiv məlumata malik deyil. Bəzi media, xüsusən xaricdə olan medialar və yenə də xüsusən bir siri başqa dövlətlərdən support olan medialar və qurumlar həmin dövrü, yəni bu keçmiş dövrü, Pəhləvi dövrün idealizə edərək təqdim edirlər. Halbuki bu düzgün deyil. İran İslam inqilabı zamanı yetişən insanların xatirində vardır. Necə ölkə fakir, əksəriyyətin yazıb oxuma savadı yox idi, işsizlik yox, bərq yox, sənət yox, heç bir siyasi azadlıq yox. O hamısından mühüm qeyri-fars millətlər ciddi assimilyasiya siyasətinə məruz qalmışdılar. Ərəblər, Türklər, Bəruçlar və başqa millətlərin özlərinə aid olan dövlətlər müxtəlif zamanlarda sərkuba məruz qalıblar, baskıya məruz qalıblar, rəhbərləri öldürülüb və ya təbid olublar və ya həbsə atılıblar, dilləri yasaq olub və hər cürə bir milli haqsızlığa məruz qalıblar. Odur ki, indi bu saat əsas fərqimiz bizim milli məsələyə yanaşmadadır. Biz bütün millətlərin hüquqlarının tanımasını, ana dilində təhsil almalarının və siyasi bərabərliyi müdafiə edirik. Amma monarxiya tərəfdarları, mən deyirəm hamısı, yəni böyük hissəsində deməsəm elə hamısını deyə bilirəm. Bunlar mərkəzçi modeli davam etməsinin tərəfdarıdırlar və elə də düşünürlər. Bu səbəbdən məsələ sadəcə miting deyil, prinsip məsələsidir. Avtoritar bir sistemi başqa bir mərkəzli sistemlə əvəz etmək doğru deyil. Siyasi mövqelərin aydınlaşması bölünmə yox, siyasi şəffaflıqdır. Biz də buna şəffaflıq gətiririk ki, bizlə onların arasında nə fərq var? Bunu bizim bu saat İranda yaşayan millət, xüsusilə dediyim kimi gənc, bu Z nəsli deyilən nəsil bunu bilməlidir, bunu eşitməlidir, anlamalıdır. Sayın Səid bəy, sizin də üzv olduğunuz İranda Millətlərin Demokratik İtilafı bu yürüşə və mitingə dəstək bəyaniyəsi verdi. Bu etilafın dəstək bəyaniyəsində İranda hər növ istibdadın yenidən üzə çıxmasına qarşı olan vətəndaşların bu mitingdə iştirak etməsi vurğulanmışdır. Bu cümlə gələcək İranda mərkəzçi və xalqa hesab verməyən modellərin qayıtması qorxusuna gizli bir işarədirmi? Əgər belədirsə, bu qorxunun qaynağı nədir? Bu cümlə yalnız mövcud İran İslam rejimini deyil, ümumiyyətlə istibdada qarşı mövqe göstərir. Bu deməkdir ki, burada gələcəkdə mərkəzçi və xalqa hesabat verməyən idarə modellərinin yenidən qayıtması ilə bağlı genəlliklə narahatlıq var və hiss olunur. Bu qorxunun da əsas səbəbi İranın tarixi təcrübəsidir. Həm monarxiya, yəni səltənət, həm də indiki sistem, yəni İran İslam hakimiyyəti, hardasa o 47 il, bu 47 ildən fazla, o da 53 ildən, 53 ilə yaxın, hardasa 100 ildən çox. Hamısı mərkəzdə toplanıb və fərqli xalqların hüquqlarının məhdudlaşdığı idarə edilən bir sistem olub. Buna görə də bəzi siyasi qüvvələr düşünürlər ki, sadəcə hakimiyyəti dəyişmək kifayət etməyəcək. Biz idarə etmə sistemin dəyişməliyik. Biz idarə etmə sistemin demokratik və çox güclü etməliyik. Yoxsa bu istibdaddan qurtarmaq mümkün deyil. Hörmətli Səid bəy, bu mitingin mərkəzçi cəryanlar qarşısında cumhuriyyətçi, qeyri-mərkəzçi və millətlərin bərabər hüquqlarına əsaslanan bir düşüncəni önə çıxarmağa çalışdığını söyləyə bilərikmi? Çünki üzv olduğunuz etilafın bəyaniyəsində zülm altındakı millətlərə mənsub vətəndaşların öz simgə və bayraqları ilə bu mitingdə iştirak etmələri istənilmişdir. Bu mitingin mahiyyətinə baxdıqda demək olar ki, burada sirfən bir hökumətin dəyişməsi yox, bəlkə düşüncənin dəyişməsinə çağırış var. Yəni, məsələ təkcə siyasi iqtidarın dəyişilməsi yox, bəlkə ölkənin idarə fəlsəfəsinin dəyişməsidir. Cumhuriyyətçi, qeyri-mərkəzçi və millətlərin bərabər hüquqlarına əsaslanan bir yapının önə çıxarılması İran kimi çox millətli bir camiədə təbii və tarixi bir tələbdir.
Çünki mövcud mərkəzsiz sistem 100 ildən çoxdur ki, millətlərin dil, kimlik və sərhəngi hüquqlarını məhdudlaşdırıb və bu da təbii ki, etimad buhranına, narizayətçiliyə və ədalətsizliyə səbəb olub. Etilafın bəyaniyəsində zülm altındakı millətlərə mənsub vətəndaşların öz simgi və bayraqları ilə mitingə qatılmasının istənilməsinin əsasən birliyin inkarını yox, bəlkə çox səsliyin qəbulunu ifadə edir. Yəni bu, hamımız bir rəngdə olmamalıyıq. Hamımız bərabər hüquq və öz rəngimizdə olmalıyıq. Düşüncəsini ifadə edir bu. Bunu da vurğulamaq lazımdır ki, bir ölkənin bütövlüyü fərqli kimlikləri bastırmasıyla yox, ədalətli və qeyri-mərkəzi bir sistem ilə möhkəm olar. Əgər bir dövlət millətlərin öz simgəsi, öz bayrağı və öz kimliyi ilə azadca meydanda huzuruna hörmət göstərirsə, o zaman həqiqi cümhuriyyətçi və demokratik bir yapıdan danışmaq olar. Bu baxımdan 14 fevriyə mitingində bu çağırış mərkəzçi milli dövlət modelinə alternativ olaraq bərabər hüquqlu, federal və çox millətli bir cümhuriyyət ideyasını önə çıxartmaq kimi dəyərləndirə bilir. Bu miting, yəni qısaca desək, bu miting sırf siyasi bir etiraz deyil, həm də ölkənin gələcəyi barədə yeni bir söz, yeni bir çərçivə önə sunma çabası kimi oxuna bilər. Bu mitingin çağrı bildirisində qeyri-mərkəzçi bir sistem çərçivəsində bütün millətlərin bərabər hüquqlarının tanınması tələb edilir. Sizin nəzərinizdəki bu qeyri-mərkəzçi sistemin modeli necədir? Federalizm, muxtariyyət, yoxsa başqa bir sistem? Bizim düşüncə çərçivəsinə görə gələcək İranın idarə etmə sistemi onu təşkil edən millətlərin iradəsi əsasında olmalıdır. Biz açıq şəkildə bildiririk, gələcək İran dövləti onu təşkil edən millətlərdən ibarət federal bir sistem şəklində olmalıdır. Amma burada bir dənə mühüm məsələ var ki, ona diqqət etməyimiz lazımdır. Özünü idarə etmə sistemi, yəni xudgərdani və ya muxtariyyət, xudmuxtari, bunlarla federalizmin arasında ciddi bir fərq var. Bəzi müxalifətdə olan və opozisyonda olan, yəni İranda olan qurumlar ölkənin idarəçiliyi probleminə və millətlərin bərabər hüquqlar məsələsinə cavab olaraq qeyri-mərkəzçilik, yəni qeyri-mütəmərkiz, muxtariyyət və ya özünü idarə etmə modellərini irəli sürürlər. Yəni həman xudgərdani, xudmuxtari və qeyri-mütəmərkiz. Lakin məzmun baxımından bu anlayışların arasında federalizmin arasında böyük fərq var. Muxtariyyət və xudgərdani ya özünü idarə etmə sistemlərində verilən səlahiyyət mərkəzi hakimiyyətin iradəsindən asılıdır və mərkəzi dövlət istədiyi zaman bu hüquqları geri alır. Yəni hüquqlar anayasa təminatına dayanmır. Amma federalizmdə hakimiyyət ölkəni təşkil edən millətlər arasında bölüşür və bu bölüşmə anayasaya dayanaraq qanuni hüquqlara malik olur. Heç bir millət digər millətin hüquqlarını pozmaq imkanına sahib olmaz. Çünki federal parlamenti var və bu federal parlamentidə bu hüquq mekanizmi əsasında bu işə yol verməz. Bizim tərəfdarlıq etdiyimiz model elə bir federal sistemdir. Yəni o federal sistemi ki, orada İran daxilində yaşayan bütün millətlər siyasi, iqtisadi, mədəni və inzibati hakimiyyət sahələrində tam və bərabər hüquqa sahib olsunlar. Bu sistemdə heç bir millət o birisi bir millətə hökm etməz və dövlət quruluşu ortaq razılaşma əsasında formalaşır. Bu, bütün hüquqları təmin edən bir sistemdir. Bəzi tənqidçilər İranda səltənətçilər xaricində opozisyonun ciddi bir alternativinin olmadığını və dağınıq olduğunu iddia edirlər. Və deyirlər sizin alternativiniz kimdir, rəhbəriniz kimdir? Bir şəxs
ortaya qoymaq istəyirlər. Sizin bu tənqidlərə cavabınız nədir və bir Azərbaycanlı siyasi fəal olaraq tutarlı və ciddi bir alternativ yaratmaq üçün təklifləriniz nələrdir? Mən bu məsələ haqqında təqribən bir yazıda nəzərimi bəyan etmişəm. Hətta bu günlərdə bu yazı yayılmalıdır. Qarənin əlbəttə bu anonsu sayılsın. Onun da ünvanı üçün farsçada belə olur. Opozisiyonu mərkəzgəra və nəqş an در باز تولید بقای جمهوری اسلامی və ya tərcüməsində desək mərkəzgəra opozisyon və İran İslam Cumhuriyyətinin yenidən özünü təkrar etməsində onun rolu. Yəni yeni İslam Cumhuriyyəti yaratmayacaq. Bu təfəkkürdürlər, yəni bu cür istibdadi bir hökumət və mərkəzçi və qeyri-demokratik bir hökumətin yaranmasına bu mərkəzçilərin təfəkkürü necə kömək eləyir, oradan bu çalışmışam onu anladan. Amma bu ünvan nə mənadadır, nə deməkdir? Yəni bugün əgər İran İslam Cumhuriyyətinə qarşı qəvi və inandırıcı bir alternativ yaratmaqda biz çətinlik çəkirik, bunun ciddi səbəbləri var. Ən mühüm səbəblərdən biri odur ki, Fars mərkəzli müxalifət məsələnin əsli surətini qəbul etmir. Yəni İranın çox millətli olmasının və İranda millətlər məsələsinin rəsmi və açıq şəkildə qəbul edilməməsi bu səbəbdən vaqi və geniş əsaslı bir müxalifət vücuda gəlmir və təşkil olunması da çətinləşir. O zamana qədər ki, İran İslam Cumhuriyyətinin müxalif qüvvələri millətlər məsələsini əqlani, elmi və adilانه bir həll yolu təklif etməsələr, vaqi bir alternativ yaratmaq çox çətin olacaq. Çünki bu cür bir alternativin qeyri-fars millətlərin əksəriyyəti tərəfindən qəbul olunmaz. Qeyri-fars millətlərin himayətini qazanmayan hər bir hansı bir siyasi proje sabahki İranda siyasi sıbat yaratmaq gücünə əsla sahib ola bilməz. Biz vaqi bir alternativ olmaq istəyirik təbii ki, həddəqəl usulları qəbul etməliyik. Yəni onlar da mənzur. Bu həddə əqəllərin başında da siyasi qüdrətin bölünməsidir. Yəni qüdrətin adilana təqsim olunmasıdır. Səltənətçilər və ya pəhləviçilər bu cərəyanın ciddi bir şansı, yəni hökumətə gəlməyə bir şansı mən görmürəm. Çünki onlar nə tənha İrandakı millətlərin vücudunu qəbul etmirlər, bəlkə fikri baxımından mərkəzçi və hətta bəzi hallarda bunlar ırqçı yanaşmalara yaxındırlar. Bu səbəbdən Pəhləvi dövrünə qayıdış qeyri-fars millətlərin heç bir siyasi bərnaməsində yer almır. Xilası eləsə o, qeyri-fars millətləri ilə vaqi və rəsmi bir anlaşma olmadan İranın gələcəyinə siyasi sıvat gətirmək mümkün deyil. Səid bəy, proqramımızın sonuna yaxınlaşdıq. Son olaraq Araz News Radiosunun dinləyiciləri üçün mesajınız varsa söz sizindir. Buyurun. Yox, mən fikirləyəm məsələlərin bir çoxuna toxunduq yetəri qədər bərnamənin icazə verdiyi həddə imkan çərçivəsində çalışdım ki, mən cavablayam. Təkrar Araz News'un əməkdaşlarının hər tək-təkindən təşəkkür edirəm. Bu bərnamələri düzəldirlər, zəhmət çəkirlər. Millətimizin yolunda, Azərbaycanın yolunda yorulmadan gecə-gündüz əmək verirlər. Əmək verən dostların hər tək-təkinə mən şükranımı bildirirəm. Çox sağ olun. Suet sakini, Güney Azərbaycanlı siyasi fəal Səid bəy Əzizə. Araz News Radiosunun Panorama proqramına qatılıb fikirlərinizi paylaşdığınız üçün təşəkkürlər. Sayğıdəyər dinləyicilər, bizi dinlədiyiniz üçün çox təşəkkür edirik. Gələcək panoramada başqa bir bəhsə qədər əsən qalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.
olsun.